Bismillahirrahmanirrahim. Bugünkü dərsimizdə elmin başqa bir növünə və başqa bir bölgüsünə işarə etmək istəyirəm. Məntiq alimləri buyurublar ki, elm başqa bir yöndən iki qismə ayrılır. Bədihi elm və nəzəri elm. Bu ikisi arasındakı fərq nədən ibarətdir? Mən ona qısa işarə edim. Və baxın, bədihi elm dedikdə hansısa bir məsələnin nəticəsinin aşkar olması, aydın olması nəzər tutulur. Yəni bir məsələdə biz nəticəni əldə etmək üçün dərin düşüncələrə, uzun müqəddimələr qurmağa ehtiyac duymuruq. Çünki məsələ o qədər aydın, o qədər aşkardır ki, nəticəsi də eyni şəkildə aydın və aşkardır. Bunları deyirik biz bədihi elm, yəni aksiyonlar. Onun müqabilində nəzəri elm gəlir. Nəzəri elmdə təbii ki, bədihi elmin müqabil olduğu üçün burada artıq nəticəni əldə etmək üçün artıq müqəddimələr qurmağa, düşünməyə, təfəkkür etməyə ehtiyac yaranır. Çünki məsələ birincidən fərqli olaraq aydın deyil, aşkar deyil. Ona görə nəticəni əldə etmək üçün burada artıq bir qədər düşünməyə lüzum vardır. Misal verin, bu iki elm arasındakı fərq aydın olsun. Baxın, əgər biz desək ki, bütünün parçaya nisbəti nədir? Təbii ki, bu nəticəni əldə etmək üçün uzun düşünməyə ehtiyac yoxdur. Hamı asanlıqla dərk edir ki, bütün parçadan böyükdür. Parça bütünün bir hissəsidir. Parça bütünün bir hissəsi olduğu üçün deməli parça bütündən kiçikdir və bütün parçadan böyükdür. Bu kimi, yəni bu qəbildən olan məsələlər özlüyündə o qədər aşkar və aydındır ki, bunlar nəticələrdən nəticə əldə etmək üçün dərin düşüncəyə, təfəkkürə ehtiyac yoxdur. Bunlar aksiyonlardır. Bunlar bədihi elmin nümunələridir. Ondan sonra gəlir nəzəri elmə. Nəzəri elmdə dediyimiz kimi artıq dərin düşüncəyə ehtiyac var, təfəkkürə ehtiyac var, müqəddimələr qurmağa ehtiyac var. Məsələn, riyazi məsələlər, tənliklər, onlar ki, məsələn, həll olunması üçün vaxta ehtiyac var, düsturlara ehtiyac var, onlara əməl etməyə, həll etməyə ehtiyac var. Bunlar artıq nəzəri elmlərdir. Məsələn, ruhun mahiyyəti nədən ibarətdir? Bu, aşkar bir məsələ deyil. Düşünməyə, təfəkkür etməyə, müqəddimələr qurmağa lüzum vardır. Deməli, bədii elmlə nəzəri elm arasında olan fərq bunlar ibarətdir ki, qeyd etdiyimiz vasitəsilə daha da aydın oldu. Ondan sonra gəldik bədihi elmin şərtlərinə. Baxın, biz dedik ki, bədihi elm, yəni aksiyonlar, düzdür, aşkardır. Yəni, məsələ bir şəkildədir ki, nəticəni əldə etmək üçün dərin düşüncələrə ehtiyac yoxdur. Lakin bu nəticənin də əldə olunması üçün bir sıra şərtlər var. Məntiq elmində bu şərtlər qeyd olunub. Burada 5 şərt qeyd olunub. Mən o şərtləri burada bir izah etmək istəyirəm. Birinci şərt diqqətdir. Yəni, biz hansısa bir məsələyə baxmayaq ki, o məsələ özlüyündə aşkardır, aydındır. Lakin diqqət burada şərtdir. Gərək mən məsələyə diqqət edeyim və məsələyə diqqətlə yanaşım ki, nəticə də mənim üçün aydın olsun. Deməli, əgər mən hansısa bir məsələnin mahiyyətindən xəbərsiz olsam, qafil olsam, o zaman o məsələ baxmayaq ki, özlüyündə aksiyondur, baxmayaq ki, özlüyündə aydındır. Lakin mənim diqqətsizliyim ucbatından o məsələ mənim üçün bu cür aşkar olmayacaq. Deməli, birinci şərt diqqətli olmaq, məsələyə qarşı diqqətli yanaşmadır. İkinci şərt vururlar ki, səlamətu zehin, yəni zehn salimliyi sağlam olmasıdır. Yəni, insan zehni gərək sağlam olsun ki, dərk prosesi, təfəkkür prosesi də öz təbii axı eləsin. Çünki əgər zehnimizdə hansısa bir problem olsa, hansısa bir xəstəlik olsa, hansısa bir çatışmamazlıq və anormallıq olsa, o zaman məsələ özlüyündə aydın ola bilər. Lakin bizim zehnimizdə yaranan bu problem həmin aydın məsələni qavramaqda maneələrlə üzləşəcək. İkinci problem bu zehnin sağlamlığıdır. Yəni, heç bir xəstəlik və çatışmamazlığının olmamasıdır. Üçüncü hiss üzvlərində onların sağlamlığı, onların təbii olmasıdır və heç bir xəstəliyin olmamasıdır. Bu da onu göstərir ki, insan əgər hansısa bir hiss üzvündə problem yaranarsa, o zaman o həmin məsələni dərk etməkdə aciz qalacaq. Məsələn, mənim gözüm önündə iki parça var. Bu iki parçadan biri digərindən böyükdür. Mənə sual verirlər ki, bu iki parçadan hansı böyükdür? Əgər mənim gözüm sağlam olsa, o zaman şübhəsiz görəcəm ki, böyük olan parça kiçik olan parçadan böyükdür. Lakin əgər mənim gözümdə bir problem olsa,
gözüm kör olsa, görməsə və ya başqa bir problem olsa, o zaman mən həmin şeyi görməyəcəm və təbii ki, o məsələnin nəticəsi də mənim üçün qaranlıq qalacaq. Deməli, bu hiss üzvlərində də heç bir problem olmamalıdır ki, nəticə mənim üçün aydın olsun. Ondan sonra gəlir dördüncü şərt. Dördüncü şərt fıqdan şübhə adlı şərtdir. Burada qeyd edilər ki, yəni məsələnin müqabilində heç bir çaşdırıcı səbəb olmasın. Çünki bəzən insan məsələ özündə aydındır və insan onu dərk edir. Lakin ortaya atılan bəzi şübhələr, çaşdırıcı şübhələr var ki, görürsən ki, insan ona aldanır, çaşqınlığa düşür və aydın olan bir məsələni dərk etməkdən aciz qalır. Bu dördüncü şərt idi. Beşinci şərti də əqli proseslərin olmaması kimi qeyd ediblər. Vururlar ki, məsələn, bu kimi məsələlərdə artıq əqli proseslərə, dərin düşüncəyə ehtiyac yoxdur. Yəni, bu kimi şeylər mahiyyət etibarı ilə insandan dərin düşüncə, təfəkkür tələb etmir. Bu şeylərin özünə diqqət eləmək, özünə yönəlmək, ona tərəf diqqəti yönləndirmək nəticə almaq üçün kifayət edir. Bu qədim klassik kitablarımızda, məntiq kitablarımızda bədihi, yəni aksiyonların ələ gətirilməsi üçün, nəticələrin ələ gətirilməsi üçün qeyd olunan 5 şərt idi. Bu elm barəsində idi. İndi isə gəldik cəhlə. Cəhl bildiyiniz kimi elmin müqabilidir. Yəni elm hansısa bir şey haqqında məlumat əldə etməkdirsə, cəhl də həmin şey haqqında məlumat əldə etməməkdir və həmin şeydən xəbərsiz olmaqdır. Baxın, burada bir önəmli məsələ var. O budur ki, biz elm dedikdə, təbii ki, burada bunu əldə etməyə qabiliyyətin olması, bu qeydi unutmamaq lazımdır. Yəni biz, məsələn, deyirik, filan kəs alimdir. Alimdir deyirik ona görə ki, həmin şəxsin, həmin varlığın bu işdən agah olmağa qabiliyyəti var. Məsələn, insan elm əldə etməyə qabiliyyəti var. Lakin əgər biz daşa gəldikdə, artıq cansız varlıqların nəsə elm əldə etməyə, məlumat əldə etməyə qabiliyyətləri yoxdur. Dolayısıyla onlara alim deyilmir. Alim deyilmədiyi üçün cahil də deyilmir. Yəni, həm alim ismində, həm cahil ismində və ya həm alim vəsfində, həm cahil vəsfində bu qabiliyyət şərtdir. Necə ki, biz qabiliyyəti olan, məlumat əldə etməyə qabiliyyəti olana alim deyiriksə, həmçinin elm əldə etməyə qabiliyyəti olana, bununla yanaşı elm əldə etməyənə cahil deyirik. Yəni, elmə əldə etmək kimi bir qabiliyyətdən məhrum bir varlığa biz nə alim deyirik, nə də cahil deyirik. Heç bir sifət həmin istifadə olunmur. Bu iki sifətin, bu iki xüsusiyyətin həmin varlıq barəsində, məsələn, cansız varlıq, daş barəsində istifadə olması məntiqi yöndən xətadır. Cəhl elmin müqabili olduğu üçün təbii ki, elmə aid bölgülər cəhl barəsində də keçərlidir. Yəni biz cəhli elmi iki qismə ayırırıq. Elm təsəvvür və təsdiqdən ibarətdir. Deməli, onun müqabili olan cəhl də təsəvvür və təsdiqdən ibarətdir. Yəni bəzən cəhalət təsəvvürdə olur, bəzən cəhalət təsdiqdə olur. Məsələn, necə olur? Məsələn, cəhli təsəvvürü dedikdə təsəvvürdə olan cəhalət edilən nəyə nəzər tuturuq? Baxın, əgər biz hansısa bir məfhum haqqında, hansısa bir söz haqqında onu istifadə edərkən zehnimizə heç bir məna gəlmirsə və bizim bu barədə heç bir məlumatımız yoxdursa, buna deyirik cəhli təsəvvürü, yəni təsəvvürdə olan cəhl. Məsələn, ağlıza bir kəlmə gətirin ki, siz o kəlməni eşidəndə onun mənası sizin üçün aydın deyil. Buna deyirik cəhli təsəvvürü. Lakin onun müqabilində əgər biz məna aydındır, lakin hökm yoxdur, qərar yoxdur, nəticə yoxdur. Məsələn, deyirəm ki, ruh cisimdir, yoxsa cisim deyil. Burada ruhun, cismin nə olması, təcərrüdün, mücərrədliyin nə olması mənim üçün aydındır. Burada təsəvvürdə heç bir problem yoxdur. Lakin hökm olaraq məndə məlumatsızlıq var. Yəni, mən bilmirəm, ruh cisimdir, yoxsa mücərrəddir. Burada məndə heç bir məlumat yoxdur. Burada artıq cəhalət təsdiqdədir. Buna deyirik cəhli
cəhli təsdiqi, yəni təsdiqdə olan cəhl, yəni hökmdə olan cəhl. Yəni məndə bu barədə heç bir hökm qərar yoxdur. Ona görə təsdiqdə hökm vermədə məndə cəhalət var. Ondan sonra cəhalətin bir başqa bölgüsü cəhli bəsit və cəhli mürəkkəbdir. Cəhli bəsit və cəhli mürəkkəb nədir? Cəhli bəsit, yəni bəsit olan cəhl, sadə olan cəhl budur ki, mən bir şey haqqında məlumatım yoxdur, bir şey haqqında xəbərsizəm. Amma eyni halda bu xəbərsizliyimdən də agaham. Buna deyirik sadə cəhl. Yəni bir mövzu barədə mənim cəhalətim var. Amma eyni halda mən o cəhalətimdən agaham. Bunun müqabilində cəhl mürəkkəb var. Cəhl mürəkkəb nədir? Cəhl mürəkkəb budur ki, mən bir şey haqqında məlumatım yoxdur və ya bir şey haqqında yanlış məlumatım var. Amma eyni halda bu mövzuda mən doğru bilgiyə, doğru məlumata sahib olduğumu fikirləşdim. Burada artıq iki cəhl var, gördüyünüz kimi. Niyə mürəkkəb cəhl deyirik? Çünki burada birdən çox cəhalət var. Birinci cəhalət budur ki, mən mövzu haqqında yanlış bilgi əldə eləmişəm. İkinci budur ki, mən yanlış bilgi əldə etdiyim halda özümü doğru hesab edirəm. Burada iki cəhl üstə gəldiyi üçün buna deyirik cəhli mürəkkəb. Bu da cəhl barəsində qısa məlumat idi. İnşallah növbəti dərslərdə görüşənədək. Assalamu aleykum və rəhmətullah.